Dinə bağlı insansınız. Dindən Namaz, qorxuram. Mənə böyük imkan oruç. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcəm. Hətta bax. وأن المساجد لله فلا تدعوا مع الله أحدا. Allahın məscidlərində onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalim kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalıydilər. Onlar üçün dünyada rüsvayçılıq, ahirətdə isə böyük bir əzab vardır. Allah'a ortak koşanlar, inkarlarına bizzat kendileri tanıklık ederlerken, Allah'ın mescitlerini imar etme hakkına sahip olamazlar. Onların yaptıkları işler boşa gitmiştir ve onlar cehennemde sürekli olarak kalacaklardır. Allah'ın mescitlerini ancak Allah'a ve ahiret gününe inanan, namazı kılan, zekatı veren ve sadece Allah'tan korkan kimseler imar ederler. İşte onlar doğru yolda olmaları umulanlardır.